adamlar baxıram ki, WhatsApp statusunda, Facebook statusunda, storiesində bunu paylaşır. Storydə bu deməkdir ki, bunu ancaq dost siyahısında olanlar görür də, ictimaiyyət üçün deyil. İndi kim kimi təbrik eləyir Qənimət bəy öz işidir. Yəni ola bilər ki, həqiqətən də İlham Əliyevi təbrik eləmək istəyən adamlar var. Birincisi, kimə nümayiş olunur bu? Kimə nümayiş olunur? O yerində bunlar var effektinə hesablanır da. Yəni İlham bunlar doğrudan da bu zavallı bədbəxt yaltaqlar düşünür ki, İlham Əliyev oturub bunların tərifinə möhtac qalıb. Ki filan kəs görün məni necə təbrik eləyəcək. Və orada ironik, dəhşətli məsələ mənə nə gəlir? Prezidentimizə, İlham Əliyevə can sağlığı arzulayıram. Hacı Bala deyirdi, İlham Əliyevimiz də. Min yaşasın. Mən də dedim ki, yəni qətiyyən bu İlham Əliyevə antipatiyamla bağlı olan məsələ deyil bu. O İlhamın yerinə X-i də qoya bilərsiniz. Dedim, görəsən bu ona 1000 il ömür, nə bilim 100 il ömür arzulayanlar, yaşasan, xoşbəxtlik arzulayanlar özlərinə nə arzulayırlar? Özləri ümumiyyətlə yaşaya bilirmi? Mövcud müasir standartlara uyğun şəkildə demirəm. Primitiv formada bir 21-ci əsr insanına layiq həyatı bunlar sürə bilirlərmi? Hələ mənəvi tərəfində demirəm, material, sırf material tərəfində. Niyə görə bu mövzuya qadıram? Bax, o Dələduz at saxlayan, nə bilim, nalbənd ki dediniz, o İlham Əliyevi hələ az tərif edir. Mehdər bəy, Mehdər. Mehdər sadəcə onun generalıdır. Bu da indi Mehdərin olsun. Yox, o baş Mehdərdir, bu da elə belə Mehdərdir. Bəli. Yəni, bax, bu cür Mehdərlər öz dərisi 5 qəpiyə dəymədiyi halda, amma bu rejimin sayəsində milyonlar əli çatan, 100 minlik gündəlik qayğıları olan, buna imkan qazanmış adamlar İlham Əliyev yox, onun itini də tərifləməlidirlər hər gün. Çünki normal ölkədə, qanunların işlədiyi ölkədə, normal münasibətlərin olduğu şəraitdə onlar o həyatı maddi mənada yuxularında da görməzlər. Amma indi bu sistem onları gətirib, Qənimət bəy, çox zəngin bir həyata çatdırıb. Ki onun da dayanıqlığı yoxdur, ona da toxunarıq. Amma İndi nəzərə alsaq ki, bu adamların həyatda yeganə meyarları puldur, maddiyyatdır, bu rejim verib onlara. Dərləri 5 qəpiyə dəyməsə də, bu gözəl həyatı maddi mənada onlara verib. Ona görə onlar nəinki İlham Əliyevə, İlham Əliyevin itinə, toxunduğu pişiyə, ayaqqabısına, corabına hər gün tərifləməlidir. Onlar hələ az tərifləyir. O bir adamlar ki var, bədbəxtlər, məndən 5 bədər, acından gün orta durur. Bax, o adamların bu rejim haqqında tərifli sözlər deməsi dəhşətli bir şeydir. Biraz qəbahət gəlir adama. İnsan faciəsindən xəbər verir. Yəni, bunun adını heç kim mənə sevgi qoya bilməz.